Hörmətli izləyicilər, sizi salamlayıram. Yeni Ramanıda Star Boyanın yanında sizə bir dənə əlim yandı bir ev təqdim edəcəm. Hörmətli izləyicilər, fikirləşməyin, behinizi, pulunuzu götürün, gəlin bu evi alın. Elə bir qiymət təklif eləyirəm, fantastikdir. Buyurun, evin həyəti ilə sizi tanış eləyəcəm. İzləyin, hörmətli izləyicilərimiz. Evin həyətində gözəl bir navesi var, dəyərli izləyicilər. Allah hər bir qapıda toy, nişan eləsin, qismət eləsin. Və burada əsl toy nişanlıq bir navesdir, hörmətli izləyicilər. Divarlar hamısı ağlay daşlarla üzdənilibdir. Əsas məsələ 8 sotun üzərində, hörmətli izləyicilərimiz. 8 sotun üzərində əlim yandı bir qiymət. Əlim yandı qiymətlə. Hörmətli izləyicilər, izləyin. Buyurun, evin həyət yanı sahəsi ilə ətraflı şəkildə sizi tanış eləyəcəm. Dediyim kimi, dəyərli izləyicilərimiz, Star Boyanın tam yaxınlığındadır. Həyəti görürsünüz, qaya daşlarla hamısı döşənilib. Burada da al market tikmək üçün, oba market tikmək üçün sahibi artıq layihəsini quraşdırıb, divarlarını tikib. Və siz istəyirsiniz, bax kimi buranı istifadə eləyərsiniz, istəyirsiniz, davam eləyə bilərsiniz. Yəni, sahibi bildirir ki, mən buranı market kimi nəzərdə tutmuşam. Çünki buranın 2 dənə məhəlliyə çıxışı var. Həm qarşı tərəfə çıxa bilirsiniz, həm də ki, bu tərəfə çıxa bilirsiniz. Bu da ev üçün besetkadır, dəyərli izləyicilərimiz. Yəni, bu evin besetkasıdır. Yüngülvari təmir işləri qalıbdır besetkada. Amma evin içi təmirlidir. Evin sağı, solu, hamısı fırlanmağa yeri var, hörmətli izləyicilərimiz. Evimiz böyük bir evdir. Ona görə sürətlə sizə bunun təqdimatını eləyəcəm. Burada isə belə bir əl damısı var. Təbii ki, kombini də burada nəzərdə tutublar. Burada da Zafas 5 tonluq su bakı solda var, dəyərli izləyicilərimiz. Və keçə evin daxilinə geniş bir ev. Kim geniş ev axtarırsa və gözəl bağ evi axtarırsa, bu evi qaçırmayın, hörmətli. Geniş koridoru var. Məşallah, evin mətbəx sahəsini sizə təqdim edəcəm. İzləyin, hörmətli izləyicilərimiz, geniş mətbəx mebeli yerində tam yaşayışa uyğun. Hər şey hazır. Kombisi, radiatorları və evimizin geniş qonaq otağı. Məşallah, Allah hər zaman toy nişan qismət eləsin hamının qapısında inşallah. Bax, bu zalda xeyir işlərini kimə qismət olacaqsa bu ev eləsin və yataq otaqları ilə bir-birisi tanış eləyəcəm. Ümumi 3 otaq. Ümumi 3 otaqdır və 110 kvadrat. İkinci yataq otağı. Pəncərələrin raşotkasına qədər hamısı pəncərələri öz bağına baxır, öz həyətinə baxır. 8 sotun üzərindədir, hörmətli izləyicilərimiz. Buyurun, burada hamam otağı, sanitar qovşağı, ikisi birlikdə. Dəyərli